digərləri ilə müqayisə eləsə olacaq həddən. Hə, ona da cümlə yazıb, mənə yazmasın. Evet, yaz. Deməli, həddanın cümləsi, nə cümlə yazıb, biləndiyin? Həddanın cümləsi. Məsələn, when you called me yesterday, dünən sən mənə zəng eləyəndə, When you called me yesterday, yalnız sənin zəng etmə anın mənim hansısa bir hərəkətimi yerinə yetirməyimdən sonra baş verib. when you called me Yesterday, I had already gone out. Mən artıq çıxmışdım. Yəni sənin zənginlə mənim çıxma anım üst-üstə düşmədi. Mənim hərəkətim zəngindən qabaq baş vermişdi. I had already I had already gone out. I had already gone out. Burada dan yazılmadı cümlələr. Don adi feildir də, eləməkdir. Mən onun yerinə eləmədim, etdim zəng eləməklə çıxmaq. Yaxşı ki, danla eləyək, hə. Dan da feildir, hə, etmişəm demək. Okay. I had already done my work before you came. Sən gəlməmişdən qabaq mən işlərimi görmüşdüm. Salam Günka. Necə dedim mən? I had already done my work. Have done. Yaz, mörtəzədə yaz. Hərəkət bitib, zaman zərfi yox. Bunu yaz. Ən əsas İslam. Hər formada əlində bir də. Bax, insan %100 fokuslandığı şeyi yadında saxlaya bilər. Sən bir dənə şey deyim. Demək, bir dəfə roman yazırdım. Fikrimdə sırf insan psixikası ilə bağlı bir şey yazmaq idi. Ən gözəl məsələlərdən biri, həmişə bir şeyə fikir vermişdim həyatda. Bir insana bildiyi bir şeylə bağlı, gündə ona həmin o bilgiyə, həmin o həqiqətə yaxın biraz caymış bilgi danışsan, sabah biraz da yanlış, bir müddətdən sonra o öz həqiqətini unutmağa başlayır. Bilirsən niyə? Özünün fokuslandığı nöqtə başlayır yerini dəyişməyə. Kənarda olan təsir. Hə, o təsir məsələsi deyil ki, o özü beynində öz həqiqətinin variantlar çoxluğu yarandıqca öz həqiqətinin harada olduğunu unutmağa başlayır. Bu psixikada hətta bilsən nədir? Bəzi adamlar var, deyirlər, o qədər yalan danışır ki, öz yalanlarına inanır.